Muay Thai Federasiyasının prezidentidir. Başlayalım. Özü də dəfələrlə dünya çempionu olub. Aşağı. Ne şirin de var ha. Allah yeter diye. Çünki gətsəydim para istəyirdim. Bir para günü. Geldim sizi gördüm sevindim. Sevindim. Araz müəllim hem benim məşq yoldaşım olur. Hem Araz müəllimlə bir yerdə məşq eləmişik. Bir böyük illər məşq eləmişik. Araz məndən yaşda biraz balacadır, ancaq ona baxmayaraq Araz ən gənc vaxtlarından bizim yaşımız biraz çox idi. Döyüşkən idi və Muay Thai ən ilk günlərindən demək olar ki, Arazın elə döyüş, kickboksda döyüşürdü. Ancaq kickboks döyüşünün taktası ilə Muay Thai-dir. Da Solaxa idi. Mənim ilişim yadımdadır. Solaxa idi. Araz həm idmançı kimi güclü idmançı olur, həm mütəxəssis kimi güclü mütəxəssisdir. Çünki Araz kimi məşqçiləri tapmaq bugünkü gündə çox deyərdim ki, çətindir. Həm idmançı olasan, sonra mütəxəssis keçib olasan, məşqçi olasan çətindir. Ona görə bugün bilirsiniz ki, güclü idmançılardan biraz məşqçi çətin olur. Ona görə məşqçilərimiz hər zaman öz üzərində işləyir ki, idmanda verə bilmədiyi nəticəni öz tələbələri üzərində versin. Araz həm idmançı kimi, həm məşqçi kimi ən deyərdim ki, Muay Thai Federasiyasının ən güclü idmançılarından və bu gün də Araz ringə çıxsa, mən inanıram ki, öz çəkisində yenə də Avropa dünya çempionu olmaq şansı yox ha, mütləqdir. İndi baxmayaraq yaşı çox keçir, onu buraxmazlar, veteranlar arasında döyüşə bilər. O da veteranlar arasında döyüşsə də deyərdim ki, veteranların sonu olar. Ona görə də o baxımdan da çıxması, necə deyərlər, qapalıdır. Ona görə Araza uğurlar arzu edirik və gəldi Arazın zalı ilə tanış olmağa və bir dənə top gətirdik ki, bir şirinlik olsun ki, uşaqlarla bir yerdə bıçağınız var, bir tortu kəsək sizlə bir evdə gəlin. Gəlin bura. Gəlin. Gəlin uşaqlar, gəlin. Gəlin, bu günləri, gəlin uşaqlar, gəlin. Bu günləri, nəticələri biz bu zallardan veririk və bu zallarda uşaqlarla biz özümüzə borc bildik ki, keç qaqaş məndən çək. Biz borc bildik ki, uşaqlarla borc bildik ki, uşaqlarla gərək bu zalın, necə deyərlər, həm zalda məşqlərə baxaq. Bu gələndə Arazın tələbələri çoxdur, ancaq bu günləri tələbələrimizin gəlməməsi biz özümüz elədik ki, tələbə olmayan vaxtda elə bir vaxta girək ki, biraz da həqiqi çıxsın. Ona görə biz gəldik, uşaqlar sizlərlə tort yeməyə gəldik. Sağ var Araz. Gəl, çək. Başına yığılın, gəlin bura, gəlin bura. Gəlin, keçin, yığılın bura. Hamınız yığılın, gəl bura ki, burada ya. Gəl, uzağa etmə, gəl də şəhər yoxsa, ardı, qaqaş, gəl bura. Gəl, qaqaş, gəl, gizlənmə, keç bura. Gəl, kəsə bir dənə bunu. Ən balaca hansıdır? Ən balaca hansıdır? Başa bura, tut bunları. Tut, balaca tut. Tut. Əla. Təbriklər. O yolası, niyyət o yolası. Məktəzalınızda xeyirli olsun. Xeyirli olsun, elə gəldik sizlərlə Dünya görüşək. çempionları yetişdirəsiniz, Avropa çempionları inşallah. İnşallah. Daha Muay Thai'nin də yaşıl işığı yandı. Yanıq ha, yaşıl işığı yanıq. Allah'ın köməli ilə tam axıra qədər gedəcək. Neçə nəfər uşaqlar orada?